Odlar Yurdu Universiteti növbəti tədris ilini uğurla başa vurur. İl ərzində əldə olunan nailiyyətlər, beynəlxalq əməkdaşlıqlar və tələbələr üçün yaradılan yeni imkanlar universitetin inkişaf göstəriciləri sırasında yer alır. Qarşıdakı tədris ilində isə əsas diqqət təhsilin keyfiyyətinin artırılmasına və beynəlxalq əməkdaşlıqların genişləndirilməsinə yönələcək. Azərbaycan təhsili son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyur. Uğurlara imza atan ali təhsil ocaqlarından biri də Odlar Yurdu Universitetidir. Universitet növbəti tədris ilini yekunlaşdırmağa hazırlaşır. Təhsil müəssisəsində son illərdə həyata keçirilən yenidən qurma və modernləşdirmə işləri universitetin maddi-texniki bazasının daha da gücləndirilməsinə imkan yaradıb. Auditoriyalar, inzibati otaqlar və ümumi istifadə sahələri yenilənib, tələbələrin təhsil və sosial fəaliyyətləri üçün daha əlverişli şərait formalaşdırılıb. Universitet ərazisində yaradılan yeni istirahət və xidmət məkanları da tələbələrin istifadəsinə verilib. Tədris ilinin yekun mərhələsində tələbələrin diplom işlərinin müdafiələri də başa çatmaq üzrədir. Müdafiələr zamanı məzun tələbələr təhsil müddətində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirərək komissiya üzvlərinə təqdim ediblər. Bu il Odlar Yurdu Universiteti yaranmasının 30 illiyini qeyd edir. Hansı ki, Azərbaycanda ilk yaranan özəl ali təhsil müəssisəsiyik. Odlar Yurdu Universitetində hal-hazırda bakalavriat səviyyəsi üzrə 23 ixtisas, magistratura səviyyəsi və MBA proqramı üzrə isə 25 ixtisaslaşma istiqaməti üzrə kadr hazırlayırıq. Universitetimiz yarandığı gündən əmək bazarına peşəkar kadrların verilməsi istiqamətində daimi fəaliyyət göstəribdir, inamla fəaliyyət göstəribdir. Bu gün ölkənin müxtəlif strukturlarında dövlət və özəl sektorda, sahələrdə çalışan kifayət qədər peşəkar mütəxəssislər var ki, onlar məhz Odlar Yurdu Universitetinin yetirmələri olublar. Odlar Yurdu Universiteti 2026-27 tədris ilindən başlamaqla kəmiyyətdən keyfiyyətə keçid elan edibdir və burada həm tədris səviyyəsinin daha da yüksəldilməsi və eyni zamanda universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində böyük addımlar atmaqdayıq və çox işlər görmüşük. Demək olar ki, bütün universitet laboratoriyaları, dərs auditoriyalarımız, həmçinin ümumi görüntülər tamamilə yenidən qurulur, tamamilə yenidən dəyişdirilir və bu da tələbələrimizin və ictimaiyyətin həm arzusu, həm də ki, bugünkü baxış, insanların, gənclərin bugünkü baxışına uyğunlaşdırmağa çalışırıq. Universitetdə bu ildən etibarən İngilis dili fakültəsi yaradılıbdır və plan yerləri elan olunmuş 23 ixtisasdan 17-sində hal-hazırda İngilis bölməsi üzrə tələbə qəbulu elan etmişik. Universitetdə tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və tələbələrin akademik fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər də diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə tələbələrin beynəlxalq proqramlarında iştirak imkanlarının genişləndirilməsi və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. 2025-26-cı il tədris prosesi artıq başa çatıb. Hal-hazırda yaz imtahan sessiyasıdır. İyun ayının 1-dən başlamaqla bir ay müddətində imtahan prosesi davam edir. Odlar Yurdu Universiteti Azərbaycanda ilk dəfə 2004-2005 tədris ilindən başlamaqla biliyin qiymətləndirilməsi, yəni imtahan prosesini elektron formada kompüterlər vasitəsilə təşkil edib. Biz bununla qail olmadıq, biraz dəyişikliklər apardıq və bu ildən etibarən İngilis dilində tədrisin təşkili fakültəsində imtahanları yazılı formada etdik və bir də bəzi ixtisaslar var ki, xüsusi qabiliyyət tələb edən ixtisaslardır, dizayn misal üçün. Bunlarda imtahanların təşkili fənnin məzmunundan asılı olaraq dəyişdirilir. Növbəti tədris ilində də təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və tələbələrin peşəkar inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi əsas prioritetlər sırasında olacaq. Ayan Hüseynli, Oqtay Rəhmağaoğlu, TV1.